düşünərsiniz? 12-yə baxaq. Bu maraqlıdır. Biraz uzun yazan müəllimlər var. Elə topludakı sualdandır. Siz olsunuz necə yazarsınız? Hələ bir fikir deyin. Deməli, mənfi B bölü 2A-nı Buyurun. x təpəni mənfi 3-ə bərabərləyək. Mənfi 3, mənfi 5 Sonra təpə nöqtəsi C 13'dür. C aydın məsələdir. C 13'dür. Bəli. O kimdirsə o düzgün deyir. O rahat deyir. Düzgün deyəndə yəni daha sadəsini deyir. Bax, bu ən böyük qiymətin alması üçün Y-ə verilə biləcək qiymətdə, yəni Y-in Y təpə olması üçün X nə olur? ən X kiçik təpə. qiymət. Yəni Y-in təpə nöqtəsi olması üçün X-ə nə veririk? X təpə. Yəni X mənfi 3 oldu da deyir mənfi 5'dir də Y. Ona görə ən gözəl nədir? Təpə nöqtələrdən ki danışdı, biz bu funksiyonu bununla axtarmamız ən gözəldir. Daha sadədir. Daha qısadır. İndi bitdi də. Y bərabərdir A vurulsun X plus 3'ün kvadratı çıxılsın 5. Oldu belə. İndi X 0 olduqda da 13 imiş. X'e 0 verəndə bu da 13 imiş. A da oldu 2. Onda Y'imiz nə oldu? 2 vurulsun mu? Bunu da atın. Nə qədər eləyəcək? 12x plus 18 45. 13. Anladı? O dediğiniz usul da təbii ki doğrudur. Bu daha qısadır fikrimizə. Y'in ən böyük ən kiçik qiymət alması üçün X olaraq, nöqtə olaraq X'ə nə verməliyəm? X təpə verməliyəm. Və təpə nöqtələri üçün də ən çox istifadə etdiyiniz düstur bu olsun.